Bu veriliş açmağımızın səbəbini biz bilmirdik. Biz sadəcə veriliş açdıq. Sonra sizin kimi möhtəşəm insanlar gəldikcə mən baxdım ki, hər dəfə ürəyimdə bir qapı açılır. Ya bu nədir? Əvvəl adını bilmirdim, adını axtardım. Adı nədir? Sonra baxdım adı yoxdur, adı mənəm. Mən əslində hər qapı açıldıqca özümün açılmayan tərəflərimi açırmışam. Yəni sizin köməyinizlə, Allah sizin kimi insanların köməyi olsun. Əslində mənim sualım izləyicilərimiz üçündür ki, çünki bilirəm ki, hər kəsin şansı yoxdur. Hər dəfəsində sizin kimi möhtəşəm insanlarla görüşməyə, möhtəşəm auralar, super məlumatlar almağa. Burada bunu açırıq ki, izləyicilərimizə faydalı olsun ki, bilsinlər ki, bax bu günlərim sənin problemin var ha. O sənin problemin deyil. O sən onu problem eləmirsən. Ya bu əslində sənin problem. Bu sənin qurtuluşundur. Evet. Amma düz bax. Yəni Nəsir xanım, bu ailə dizimi mən bilirəm ki, möhtəşəmdir də. Mən bilirəm ki, möhtəşəmdir. Yəni bu bizim baxmağımızı dəyişir. Evet. Biz əslində deyirik ki, əzizlərim, həyatında olan problemə yenidən baxsan, sən çıxış yolunu tapacaqsan və bu sənin qurtuluşun olacaq.